Fərdi komitələrin təsnifatı. Deməli yoldaşlar, ümumiyyətlə fərdi komitələrin kütləvi istehsalına IBM firması tərəfindən yaradılmış IBM PC tipli komitələr ilə başlanılmışdır. Yəni, indi bizdə burada il lazım deyil, amma desək ki, fərdi komitələrin kütləvi istehsalına və ya fərdi komitələrin istehsalı hansı, belə deyək ki, firmalar tərəfindən icra olunub, IBM firması və IBM PC komitəri ilə başlanılmışdır. Yoldaşlar, təbii ki, bu keçmişdə olan bir komitər idi. Bu dövrlərdə fərdi komitər istehsalı ilə əsasən iki firma, IBM, bir də Apple firmaları məşğul olurdu. Təbii ki, yoldaşlar, Apple bilirsiniz də, indi də təbii ki, öz o şeyini saxlayır, belə deyək ki, adını saxlayır. Şeyini də var ki, biz Apple aid olan komitələrdən istifadə edirik. Apple firmasına aid olan. Apple firmasının öz komitərlərini Macintosh, MacOS, IBM firması isə Pentium adı ilə satışa buraxırdı ilk əvvəllərdə, illərdə. Sonradan təbii ki, dəyişib. Biz digər komitərləri görmüşük, o başqa məsələ. Gəlin fərdi komitərlərin yoldaşlar növlərinə nəzər yetirək. Hansı növləri var? Birinci gəlir soluslu. Soluslu komitərlər, yəni burada görürsünüz yəqin ki, soluslu komitərin nəyi var? Monitoru var, sistem bloku var, klaviaturası var və mouse. Buna biz stand da deyirik də, eyni zamanda bilirsiniz mişka. Bu da var. O təməl qurğu sayılır, yəni əsas qurğulardır soluslu komitərin. Yoldaşlar, soluslu komiteri biz harada istifadə edirik? Ev şəraitində istifadə edə bilərik. Məlum məsələdir. İşsiz stansiya olaraq istifadə eləmək olar. İşsiz stansiya bilirsiniz harada ola bilər? Yəqin ki, aranızda hardasa bir dövlət orqanında və ya şirkətlərdə işləyənlər var, bilərsiniz. Hansı ki, müəyyən müəssisələr, firmalar, təşkilatlar üçün istifadə olunur. Onlar yoldaşlar şəbəkə olaraq qurulur da, yəni məsələn bir şöbədə tutaq ki, 10 dənə komitər qoşublar. Bildiniz necə? Lazım olan əməliyyatlar yerinə yetirilir bu qaydada. Ən çox orada bu server də onunla bağlıdır. Bir də yadda saxlayın ki, server paylaşdırıcı komitər sayılır, idarə olunan komitər. Hətta mən sizə deyim ki, serverə qoşulan komitərlərə işsiz stansiyalar deyirlər. Çünki server əsas komitər kimi rol oynaya bilir. Paylaşdırıcı komitər olub, əsas işi müəssisənin və ya internet qovşağının lokal şəbəkəsini idarə etməkdir. Fikir verirsiniz. Yəni serverə komitərlər qoşula bilir və qoşulan komitərlərə də işsiz stansiyalar deyirlər. Yadda saxlayın. Belə. Soluslu nəşriyyat komitərləri kimi istifadə edə bilərik. Hansı ki, yoldaşlar, bunları harada görə bilərik biz? Bu kserokopiya çap yerlərində. Ki, kağız nəşrinin çapdan əvvəlki hazırlığı üçün və ya internet səhifəsi kimi elektron vasitələrin yaradılması üçün təyin olunmuşdur. Məlum məsələdir, yəni gündəlik işlərdə lazım ola bilər. Bu, soluslu komitərlərin istifadə olunduğu yerlərdir, belə deyək, sahələrdir. Aydın oldu. Bu belə. Növbəti gəldik notebook. Yığcam komitər. Buna həm də portativ komitərə deyilir. Buna həm də dizüstü komitərlər deyirlər, laptoplar deyirlər. Bir neçə adları var ki, görə bilərsiniz. Məlum məsələ ki, günümüzdə istifadə edirik. Sonra panimtopdur, cib komitər. Buna cib komitər də deyirlər yoldaşlar. Bilirsiniz, yəni, çünki cibə də yerləşir. Hətta buna yazıblar ki, dəftərçəni əvəz eləyir. Şey kimi də qeyd kimi, bir növ. Planşet məlum məsələdir, gündəlik bildiyimiz bir şeydir. Və təbii ki, yoldaşlar, planşetlərin öz qələmləri də olur da ayrıca. Ona stilus qələm deyilir hətta. Kommunikator, smartfon. Və də bunların adlarını bilsəz bəs edir, sadəcə mən sizə biraz əlavə məlumat kimi verir. Kommunikator bizim bildiyimiz köhnə Nokialardır. Yəni bildiyimiz sadə telefonla prostoy telefon. Buna bir sizə qosundurana deyirlər, zarafat olaraq. Bir də bildiyimiz smartfon istifadə olunan. Belə. Bunlarla bağlı burada məlumat verir. Burada yoldaşlar belə bir şey yazıb. Yazıb ki, kommunikatorlar əsasən qeyd dəftərçəsi rolunu oynayır. Danışıq funksiyası onlarda ikinci plana durur. Amma məncə səhvdir. Niyə? Elə bu telefonlar onunla danışıq üçün də bu niyə ikinci rolda olsun ki? Smartfonlar isə telefonların inkişaf etmiş variantıdır. Məlum məsələ ki, əlavə zəngin bir proqram təminatlarda görə bilirik biz orada. Növbəti, gəldi soluslu mini komitərlər, barebone. Düzdür, mini deyirlər, əslində mini bir komitərə oxşamır o qədər də. Barebone budur, yoldaşlar. Bir də subnotebook var.
Barebonu gəlin mən sizə bir kənarda da göstərim. Barebonu bir də bir sizin kimi görə bilərsiniz. Bay yoldaşlar, onu da mən yazacağım burada. Barebon kompüterlər. O yazım çox. Müəllim bizdən soruşanda Berbon soruşacaq, yoxsa öz dediyiniz ana dilində olan Böyle adı? oldu da Barebon, yəni sosu mini, hər ikisindən soruşa Hə, bilər. De budur bax. souslu mini. Bəli. Belə bir şey də yoldaşlar, qida blok üçün bir şeydir. Belə bir qurğudur bax. Bunu bəzən istifadə edib biz şey üçün də USB falan qoşuruq, nə bilim nələrdən siz istifadə ediblər əlavə olaraq. Belə. Subnotebookdakı notebook kimidir, sadəcə ölçüsünə görə fərq edir. Bu qaydada. Burada yoldaşlar əsas vacib bu oldu 2.4 başlığı. Burada vacib olan bu kompüterlərin belə deyək təsnifatını bilməkdir ki, fərdi kompüterlərin hansı növləri var bunlardır. Konkret bu vəs edir. Yine mən sizə biraz əlavə məlumat verdim ki, yəni əzbərçilik kimi sırf adım deməyək də. Gəldi 2.5. Bu Barebon həm prosesor hesab olunur da, həm də belə deyil. Yox, prosesor demək səhvdir. Sistem bloku. Yarı sistem bloku. De budur, aşağıdakı kimi. De bunu oxşayır. Sistem bloku. Yoldaşlar, bu prosesor deyil ha. Prosesor ayrıca bir qurğudur. Yəni mən onunla bağlı nədir? Sizə məlumat verəcəm. Prosesor ümumiyyətlə tamamilə ayrıca. Prosesor kiçik bir qurğudur, mikrosxemdir. Kompüterin beynidir, o başqa bir şeydir. Prosesor sistem blokunun içindədir. İndi onun şəklini göstərəcəm sizə inşallah, məlumat verəcəm. Hətta keçən dəfə göstərmişdik, yadımdadır. İndi bu cünə deyərik inşallah, narahat olmayın, problem deyil. Gəldi 2.5, fərdi kompüterin əsas tərkib hissələri. Yoldaşlar, fərdi kompüterin 3 əsas tərkib hissəsi var. Sistem bloku, klaviatura, monitor. Sistem bloku budur. Sağda şəklini görə bilərsiniz. Bax, yenə deyirəm, bu prosesor deyil. Yadda saxlayın. Bunun içərisində nə yerləşir? Yox, ümumiyyətlə üzdən nə görə bilərik? USB yerləri var, nə bilim, flash kart yerləri var, disk yeri var. Sonra kompüteri işə salmaq üçün bilirsiniz də, burada power düyməsi də var. Yuxarı hissədə. İndi baxır da təbii ki, dəyişə bilər. Və s. Hətta bunun arxa hissəsində nə var yoldaşlar? Port girişləri var. Port nədir? Məsələn, USB yerləşdirir, qoşuruq. Nə bilim, digər monitor proyektor qoşuruq və s. Onun üçün yerləri var. Amma daxilində isə, yəni bu sistem blokunu söksək, bunun içərisində nə var? Daxilində yoldaşlar, ana plata var. Ana plata. Motherboard deyirlər ona. Qida bloku var, ana plata var. Sonra kompüterin xarici yaddaşı olan hard diskdir, SSD-dir var. Aydındır mı? Sonra prosesorla əlaqələndirilən bir neçə şinlər var. Şin nədir? Naqillər yığını. Kompüterin beyninə siqnal götürür da digər yerlərə. Bəli. Aydın oldu. Bunlar sistem blokunun içindədir. Qida bloku, kompüterin xarici yaddaşı, hard disk, SSD, ana plata, qurğuların mərkəzi prosesorla əlaqələndirilməsi üçün şinlər. İndi şin nədir onu deyəcəyik. Qida bloku. Qida bloku budur, yoldaşlar. Şəkillə görə bilərsiniz. Nə üçün istifadə olunur? Kompüteri elektrik enerjisi ilə təmin edir. Aydın oldu. Bu qayda. Yəni enerjini bir növ zaryadka qoymaqda belə deyək. Onlar dedilər. Aydındır. Notebooklarda bu yoxdur. Bilirsiniz də bu nə boydadır. Bu notebookun içərisində də yerləşdirir. Mümkün deyil. Yəni qida blokunun bir sıra vəzifələri var. Ötürülən gərginliyi qəbul edərək dəyişən cəryanı sabit cəryanı çevirir. Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır. Belə bir xüsusiyyəti var. Bu belə. Sonra bunun içində ventilator da var. İndi o ventilator haqqında məlumat verəcək. Orada cooler deyilən bir anlayış da var. O ventilator yoldaşlar havanı tənzimləyir. Bildiniz, kənardan hava sıxır. Çünki o daxildə işləyir, o qıza bilər. Yadda saxlayın ki, bunun qızması artıq müəyyən bir şeyə gətirib çıxarda bilər, problemlərə gətirib çıxarda bilər. Bildiniz ki, o da bir sinə ilə ola bilər. Yəni, ana plata yana bilər, nə bilim, digər başqa bir proseslər baş verə bilər. Bu da belə. Sonra yollarsa, növbəti qida blokunu dedik. İndi bunlarla bağlı suallara baxacaq. Diqqətlə qulaq asın. Bilirsiniz də bu nəzəri suallarda, nəzəriyyədə ancaq mən danışmayacağım. İndi müəyyən qədər deyim, suallara baxacaq. Ana plata, sistem platası, motherboard. Ana plata fərdi kompüterin əsas platası sayılır, təbii ki. Bu yollarsa. Bu ana plata sistem blokunun içindədir. Sistem blokunun içindədir. Aydın oldu. İndi ana plata üzərində yerləşən qurğular var, görürsünüz. Hətta bunların yollarsa nəyini bilməliyik biz? Ana plata üzərində yerləşən qurğuların adlarını
bilmək lazımdır. Özdə yüksək səviyyədə. Bax, yenə deyirəm, ana plato üzərində yerləşən qurğuların adlarını bilmək lazımdır. Çünki testdə suallarda var. Hətta qəbullarda da var. Şimdi görəcəksiniz. Mikroprosessordur, CPU, chipset var, şin, slot, port. Gəlin elə belə eləyək yoldaşlar. Onsuz da bunlar haqqında məlumat verəcəyik. Gəlin elə başlayaq bunlarla bağlı məlumat verməyə. Ya bu adları da ki, mütləq şəkildə öyrənmək lazım ki, hansılar yerləşir burada. Aydın oldu. Bir dənə burada bir şey deyim, qeyd eləyin. Bir şey deyim, qeyd eləyin. Nəyi? Video kartın yanına vergül qoyun. Bura bir dənə şey yazın yoldaşlar. Video adapter. Video adapter. Bitişik yazılır. Video adapter. Video adapter, video kartı eyni anlayış. Onu bir dənə yazarsınız. Yaddan çıxmasın. Çünki testdə olur bəzən. Yaxşı. Fikir verin. Bax. Gəldik mikroprosesor. Şəklini görürsünüz. CPU. Yəni bunun açılışı da var yoldaşlar. Central Processing Unit. Yəni mərkəzi mikroprosesor. Və təbii ki, dedik kompüterin beyni sayılır. Kompüterin beyni nə deməkdir? Yəni yoldaşlar, belə deyək də, kompüterin əsas idarə edici qurğusu. Yəni bütün hər şeyi bu idarə edir. İndi qulaq asın. Bax, bu mikroprosesor var ha. Yəni prosesor bildiyimiz. Kompüterin beynidir. Bax, burada yerləşir. Bax, şəkildə qələmlə burada işarə edirəm, görürsünüz. Ana platıda. Bax, yoldaşlar, mikroprosesor burada yerləşir. Ana platıda. Ana platıda sistem blokunun içində yerləşir. Bildiniz? Prosesor ana plata üzərində, ana platada sistem blokunun içində yerləşir. Hərdən mən burada bəzən belə bir şey olaraq deyirəm, bir yadda saxlamaq üçün zaravat formasına bir şey deyirəm ki, prosesor sistem blokunun nəvəsidir. Tuta bildiniz? Prosesor sistem blokunun nəvəsidir. Aydın oldu yoldaşlar. Sistem blokudur. Bunun içində ana platadır. Düzdür. Ana platanın üstündə mikroprosesordur. Bu qayıtdı. Yine devam edeceğiz. Gəldik burada ne var? Prosesor dedik ki, bütün əməliyyatları idarə edir, qurğuların işini idarə edir və s. İki dənə hissəyə bölünür, hesab, məntiq və idarə etmə. Düzdür, bunu keçən dəfə demişdik biz əslində. Ne olsun, amma yenə də var burada. Və prosesorlar yoldaşlar, əsasən firmaları var. Intel, AMD, Secrets var. Bunlar prosesorun firmalarıdır. Adların yenə də yadda. Intel məşhurdur biraz, AMD də. Yadda saxlayarsınız, bunlar prosesorun firmalarıdır. Hesab məntiq qurğusu dediyi nə iş görürdük? Keçən dəfə demişdik. Riyazi məntiqi əməliyyatları idarə edir. Yəni informasiyanı emal edir qısacası. İdarə etmə qurğusu isə bütün əməliyyatlara nəzarət edir. Konkret. Sonra riyazi prosesoru var. Bu da bir arıza qurğudur. Deməli, mürəkkəb riyazi əməliyyatlarının aparılması o cümlədən sürüşkən nöqtəli ədədlərlə işləmək üçün bir qurğudur. Riyazi prosesor. Bu yoldaşlar, bu da prosesorun belə deyək ki, daxilində olan bir əməliyyatdır ki, onu icra edir. Bu da ayrıca bir qurğu kimi də belə deyək. Riyazi prosesor. Növbəti mikroprosesorun əsas xarakteristikaları var ki, indi onları nəzər yetirəcəyimiz. Ola bilər ha. Mikroprosesorun əsas xarakteristikaları takt tezliyi, mərtəbəlilik, əmrlər toplusu, keş yaddaşının tutumu və işçi gərginliyi. İndi burada sizə bir sual da verəcəm. Görüm onu yəqin ki biləcəksiniz. Çünki telefonlarda da var o. Deməli yoldaşlar, takt tezliyi. Takt tezliyi nədir? Kompüterin saniyədə yerinə yetirdiyi, böyle şeydir kompüterin işləmə sürəti. Bildiniz yoldaşlar. Deməli yadda saxlayın. Kompüterin işləmə sürəti prosesorun takt tezliyindən asılıdır. Və takt tezliyi müasir dövrdə GHz-lərlə ölçülür. Bunu da yadda saxlayın. Testdə suallardan biri də budur. Testdə suallardan biri də budur. Prosesorun takt tezliyi GHz-lərlə ölçülür. Yenə deyirəm yoldaşlar, kompüterin işləmə sürəti prosesorun takt tezliyindən asılıdır. Sonra mərtəbəlilik. Buna dərəcəlilik deyirik. Mən yadınızdasa, mərtəbəlilik də kompüterin hesablama dəqiqliyidir. O da burada var idi, demək olar ki, eyni şeydir. Kompüterin vahid zamanda emal edə bildiyi informasiya bitlərinin sayı. Elə bunu yadda saxlasınız bəs eləyir. Və prosesorun dərəcəsi onun tərkibində olan registrlərin uzunluğu ilə bağlıdır. İndi burada biz siz nədən söhbət edirik? İkili kodlardan. Niyə? Çünki yoldaşlar, dərəcəlilik, bit nə deməkdir?
Bit ancaq 0-1-ə aiddir. Yadda saxlayın, bit deyəndə 0-1 nəzərdə tuturuq. İkilik kod. Başqa heç bir şey ağlımıza gələ bilməz. Çox mümkün deyil. Aydındır. Yəni burada 8, 16, 32 və 64 mərtəbəli prosesorları müasir dövrdə görə bilərik. Yəni müasir dövrdə əsasən 32, 64-dür. Yəni yadda saxlayın, bunlar da var. Əmrlər toplusu. Bu keçən həftə də var idi yenə. Yerinə yetirə bildiyi prosesorun əmrləridir. Və yoldaşlar, bunun yenə iki forması var. KISS, bir də RISC. Gəlin sizə burada bir sual verim. Kim deyər? Bu genişləndirilmiş hansına aid idi, ixtisarlaşdırılmış hansına aid idi? Bunu demişdim, qeyd edeyim. Müəllim, genişləndirilmiş CIS idi, ixtisarlaşdırılmış risk idi deyəsən. Bəli, R idi, risk. Elə onun tərkibində R var, ixtisarlaşdırılmış R. Bəli. Elə yadda saxlaya bilərsiniz. KISS genişləndirilmişdi, demişdik. Risk isə ixtisarlaşdırılmış prosesorlardır. O da bir sizə yoldaşlar nəyə görə elə idi? Düzdür, burada yazılmayıb onun izahı, amma mən keçən dəfə demişdim. Yəni, sadə və tez-tez yerinə yetirilən əməliyyatlar risk idi. Amma daha çox əməliyyatlar yerinə yetirənsə KISS arxitekturası idi. Yəni, onlar yerinə yetirdiyi əməliyyatlara görə elə adlanırdı. Bildiniz? Yadda saxlayın. Sonra, gəldik keş yaddaş. Yəni, indi bunu sizə sual verəcəkdim mən. İndi kim deyər yoldaşlar? Keş yaddaş nədir? Bax, telefonlarda da var. RAM. Hə? Yo, RAM nədir? RAM yox. Yox, bir dəqiqə. Nədir keş yaddaş? Kim deyər? Hətta telefonda belə yazılır o. Sürət. C-A-C-H-E. Cache. Yaddaş deyil. Yo, biləm də yoldaşlar yaddaş. Amma yəni o nə rol oynayır? Onun orada işi nədir? Onu soruşmaq istəyirəm. Keş yaddaşdır müəllim. Yo, bildim də yoldaşlar. Hal-hazırda istifadə elədiyimiz Ürəyin Hal-hazırda əlavə istəyirəm, bunu yaddaşdır açıqlayın. ya da daxili yaddaş Yox, var. əlavədir. Daxili yaddaşdır. Yo, daxilidir yoldaşlar. Düz deyirsiz Niyə? onda. Yes, qulaq asın. mən tapdım. Yaxşı. İndi o biz nə rol oynayır orada? Yəni bir növ biz nə yoxdur? Google tarix səsidir elə ki. Sən girdiyin şeylər olurdu orada, səhifələr, bildiniz? Yəni hansı ki gündəlik daxil olmursunuz, WhatsApp, Instagram və s. Yəni bunu yadda saxlayır. Aydın oldu. Bəs müəllim, telefonda keş deyilən bir şey var. Biz onu təmizləyirik. O keşlə kompüterdəki keş eyni deyil. Elə o Mən- budur da. Elə o budur da, bəs mən onu sizə Bəs sual ona verirəm. da daxili yaddaş olur yəni. O məntiqli. Daxili yaddaşdır, olursa bəs. O həm də prosesorun şeyini artırır, sürətini artırır. Bax burada yazılıb. İndi gəlin orasını oxuyaq. Aha. Yazıb işləmə sürətini artırmaq üçün prosesor kiçik tutumlu, amma çox böyük sürətli keş yaddaşa malik olur. CPU-dan RAM-a nə zaman gəlirik biz? Ümumiyyətlə, kompüter açıqsa RAM aktivdə, düzdür? Bəli. Deməli, belə çıxır ki, biz hər hansısa proqramı açanda, düzdürmü? Proqramı açanda, faili açanda, onda bir keş yaddaşa bir müəyyən bir köməkliyi var. Nədir o köməklik? Yazıb, CPU-dan RAM-a sorğu göndərildiyi zaman gecikmələrin təsirini azaldır. Bax, keş yaddaş bu işi görür. Bildiniz? Bax, yoldaşlar, sizə bir söz deyim. Bax, biz tutaq ki, müəyyən bir proqramlara daxil olun. Məsələn, elə ola bilər ki, bir gündə eyni proqrama 5 dəfə daxil olun. Düzdür. O keş yaddaşlı olanda daha sürətli açılır axı. Bildiniz? Çünki ən azından orada var da, orada istifadə olunub deyə, yəni bir dəfə istifadə olunub deyə, növbət dəfə daxil olanda daha sürətli açılır. Çünki orada keş yaddaşın bir rolu var. Gecikmələrin təsirini azaldır. Yo, mən primitiv məntiqlə yanaşdım. Keş yaddaşı təmizləyə bilirik, axı ona görə. O düzdür, razıyam. Təmizləmə olur onsuz da. Sən onu təmizləməlisən ki, o müəyyən bir nətər deyim sizə. Belə deyək, Funksiyalar daha olmasın. geniş Yüklənmələr, olsun. yəni yüklənmələr olmasın. Belə deyək, yüklənmə olmasın. Okay. Növbəti işçi gərginliyi. İşçi gərginliyi nə ola bilər yoldaşlar? Elə gərginlik nə deməkdir? Adından məlum məsələdir. Prosesoru işçi gərginliyi ilə ana plata təmin edir. Yəni buna görə də müxtəlif prosesor markalarına müxtəlif ana platalar uyğun gəlir. Gərginlik azaldıqca prosesorun istilik ayrımaları azalır. Fikir verirsiniz. Kəskin istilik olmur. Çünki yoldaşlar, kəskin istilik olsa bilirsiniz nə olacaq? Ana platda yana bilər. Hansı ki, yəni o məhv oldu, üstədə getdi ondan da. Ona görə tənzimlənmə aparılmalıdır. Hə, və bir də yoldaşlar, təbii ki, o gərginliyi tənzimləyən bir şey də var burada. Bir əlavə qurğu var. Cooler. Aydındır. Cooler nədir? Yazı prosesor kristalının səthi üzərinə yerləşdirilən xüsusi bir soyuducudur.
Fikir verirsiniz. O cooler şeydi də. Gəlin onu sizə göstərim. Cooler. Yazsam məncə sıxmalıdır adı. Qocanın çıxacaq mı burada? Ventilyatora oxşar bir şey. Ventilator da yoldaşlar, bəli, de belə bir şeydir. Ventilator rol oynayır. Onsa o rol oynayır da demək olar. De budur, belə bir şeydir. Cooler, aydındır. Belə indi bəziləri düşünür ki, bu bəylər elə düşünür ki, cooler yazana başqa şey çıxacaq. Düzdürmü yoldaşlar? O da soydu. Zeyni şeydir, nə fərqi var ki? Yayınmalı. Deməli. Gələ görə başqa nə var burada? Takt impulsları generatoru. Tuta bildiniz söhbət nədən gelir? Deyəsən tuta bilmədiniz. Takt impulsları generatoru. Kompüterdə müxtəlif Əfsədən. Kompüterdə müxtəlif proseslərin sinxronlaşdırılması üçün verilmiş tezlikli elektrik impulslarını generasiya edir və çox vaxt etalon tezlik kimi istifadə olunur. Yoldaşlar, bu belə bir qrubudur. Mən də sizə bir söz deyim. Adi, bunu belə bir şeyi harada görə bilərsiniz? O uşaqlara bəzən şey alırlar, bir elektron bir qurğu kimi belə bir şey alırlar, oyuncaq kimi də. Onun içərisində də soçsan belə bir şey çıxır ortaya. Kompüterdə köhnə televizorlarda var idi. Elə hal-hazırda da var demək olar ki. Belə bir növ tezliyi şeylərdə generasiya eləməyə çalışır, sinxronizasiya eləməyə çalışır. Gəldik ana platada şimal və cənub körpüləri var. Bunlar nə məqsədlə işə yarayır, onu deyim sizə. Bax yoldaşlar, buradadır. Cənub körpü, şimal körpü də olmalıydı burada. O bu hissədədir. Şimal körpü bu hissədədir. İndi yoldaşlar, bunların, daha doğrusu burada. Ya da bu hissədə. Deməli, bunların fərqi nədir yoldaşlar? Ümumiyyətlə, bunlar nə işə yarayır? Biz niyə iki yerə bölünür şimal cənub olaraq? Bunlar chipsetin növləridir. Ona görə bölünür ki, kompüterin qurğularını, biri var bir yerə yüklənmə olsun. Bir də var ki, iki yerə ayrılır. Elə bir ki, hər biri müəyyən funksiyaları tənzimləyir özündə. Aydın oldu. Ona görə şimal və ya cənub olaraq, körpü olaraq bölünür. Yazır ki, məsələn, anakart üzərində yerləşən idarəedici çiplərdir. Anakart üzərindəki qurğular arasında informasiya axınına, əmr siqnallarının ötürülməsinə yardım eləyir. Yəni, elə bir ki, belə deyək də, idarə eləyir, nə bilim, yönləndirir. Yönləndirici də sizə daha yaxşı olar. Yönləndirir. Aydın oldu. Bu işə yarayır. İndi gəldik nəyə? İndi gəlin belə eləyək. Mən burada hələ ki, bu hissədə dayanıram, indi deyəcəm niyə. Gəlin burada biz görək nə öyrəndik bu dediklərimizlə bağlı. İndi yoldaşlar, aktiv olmağa çalışın. Çünki suallar sizə gələcək. Elə kesin əvvəldən sual verəcəm bu günkündən də. Məsələn, gəlin ikisi qarşılıq bir sual verək. 54. 54 tapım dənəm. Aktiv olun bax burada. Hamı aktiv olsun. Əli 4. Müəllim, orada A variantı. variantıdır. A variantı. Y'dir. Y. Y'dir mənim. Y variantı. Y variantı. Y variantı. Kompüterin əsas xarakteristikası Birə, yaddan tutulur beynən və də. məhsuldarlıqdır. Bəli. Elə birə beylə döysə cavab çıxdı da. Qabarət ölçüsünə görə deməli mikro var idi, düzdürmü? Və fərdi kompüter növdəki bayaq dedik, özünüz gördünüz. Deməli, subnotebook var. Fərdi kompüterin növü də Universal nəyə görədir yoldaşlar bəs? Universal. Universal harda deyil? Müəllim o təyinatına görə. Bəli, təyinatına görə. Sonra davam edirik. Davam edirik. Aha, 59. Yoldaşlar aktiv olun.
Aktif olarak hamı aktif olsun. Hadi Cevaplar bakalım. şey Bir yazın, mesaj saniyede bölməsində yerinə yazın yetirən dərsi. A əməliyyatların variantı. sayıdır. Bu A variantı. A variantı. Saniyədə yerinə əməliyyatların Bəli. sayı. Burada chat bölməsi var ha. Chat bölməsinə yazsanız daha yaxşı olur. Çünki belə səs biraz çox olur o mənada. Bəli, bir saniyədə yerinə yetirilən əməliyyatların sayı. Sonra 69. Yazın görək bura. Chat bölməsinə yazın. Variantlar çox fərqli gəlir. C, Y. Bilirəm, mouse'a görə qaldınız ha. Mouse ama yox idi yoldaşlar orada. 1, 2, bir də 5. Mouse ümumiyyətlə bu sual bir müzakirəli sualdır. Niyə? Çünki sistem blokun yanında kompüterdə mouse olmur. olur. Amma ki biz niyə müzakirəli sualdır? Çünki Dövlət İmtahan Mərkəzi kitabında yazdığı şeylə testdə olan sual üst-üstə düşmür. Ona görə problemli sualdır bir qədər. Biz amma sənə dedik bəyək, 3 sənə dedik də, onları yadda saxlayıq. Deməli, sistem bloku, klaviatura, monitor. Mən üzr istəyirəm. Bunun mənası o da ola bilər ki, məsələn, moussuz da yəni bunu istifadə etmək mümkün ola bilər də. Bəlkə də bu Hadi yəni bir növ periferi qurğusu kimi yanaşılır da mouse'a, əlavə qurğu kimi. Evet. Bəli, o da ola bilər. İndi orada solusu kompüterdə ola bilər. Biraz bəzi şeylər var ki, onlar fərqlidir. Deməli yoldaşlar, gəldik portlara. Nədir port? Port ana plata üzərində yerləşən və periferi qurğuların qoşulma. De bu da bax. Yəqin ki bilərsiniz. İndi konkret şeylər deyək. Bax yoldaşlar, birinci gəlir 25 kontaktlı paralel port. Buna LPT portu deyirik. LPT paralel. Bura nələr qoşulur? Scanner və printer. Əsasən bunlar qoşulur. Bu qurğular. O paralel portu mən sizə göstərərəm. CD yazana çıxır. Orada düzdür, şəkili yox idi. LPT port. Budur bax. Əvvəllər istifadə olunurdu. 25 kontaktlı biz ne dedik? Bu saysaz 25 giriş nöqtəsi vardı elə bir. Bildiniz? Ya ona görə də. Baxın elə burada nömrələnib. Bax. Görsünüz nömrələrin içində 25. Növbəti 9 və 23 kontaktlı ardıcıl port var. Ardıcıl komut. Bu da mouse modem kimi qurğular qoşulurdu bura. Ne diyorlar? Bunlar hal-hazırda yoxdur. Əvvəllər var idi. Yəni hal-hazırda bunlar heç o qədər də nəyə lazımdır? Ya o da belə bir şeydir. 9 kontaktlı bir port idi. Qalan anlamda inşallah burada tanış olacağıq. USB portlar var. Sonra USB məlum məsələdir, bilərsiniz. VGA var. VGA, DVI, HDMI. Bunlar nə üçündür? Bunlar monitor proyektoru qoşmaq üçündür. Monitor proyektor. PS2 port da var. PS2 portu yoldaşlar. Yadınıza gələr bəlkə də. Keçmişdə istifadə olunurdu. Mouse, klaviatura kimi qurğuları qoşmaq olurdu buna. Bir de böyle bir şey diyeyim. Bu dediği VGA, DVI, HDMI bir de DSAV var. O da var. Dediği monitor proyektörüsün. Yoldaşlar bunların arasında cüzi bir fərqi də var. İndi onları mən sizə deyəcəm. O fərq nədir? İndi USB Universal OS. O fərq budur ki, deməli HDMI digər bu DVI, VGA-dan fərqli olaraq həm görüntü, həm də səs siqnalını ötürə bilir. Yəni bu nə deməkdir? Yəni ekranda həm görüntü ala bilirsən, həm də məsələn proyektoru qoşanda səs də çıxa bilir o proyektordan. Bildiniz nə demək istəyirəm? Amma VGA ilə qoşulsanız, elə bir ki təsəvvürlə mən burada danışıram, amma səsi eşitmirsiniz. Bildiniz? Görüntü var, amma səs yoxdur. Aydın oldu. HDMI-də həm görüntü, həm də səs var. Amma VGA-da veya DVI-larda elə deyil. Sonra yoldaşlar, bu LAN portu yəqin ki bilərsiniz, evdə şey qoşuruq biz. Bu routerun arxasına gedən modem də. Bu da bunlar. Ethernet portu derler bunlara. Ethernet.
Bir de audio portlar var ki bunlar da yadınıza düştü. O çoğunun sayıda var idi. DVD'lerde, toy kasetlerinde. Ağ, kırmızı, yok. Ağ, sarı, kırmızı. Bir de kırmızı, yaşıl, mavi. Bildiniz. DVD'lerde bir de toy kasetlerinde vardı. En çok istifade edilen bəli. Bunlar audiodur. Audio ne demek? Yani ses, görüntü vesaire tipli bir şeyleri alabilirdik biz orada. Hatta onları səhv koşanda yollaşlar. Yadınızdasa görüntü olurdu, ses olmurdu. Yani alem karşıydı birbirine. Leyla Hanım. Ha, Allah şafa versin. Olsun ha. Problem değil. Narahat olmayın. Narahat olmayın. Bəli. Aydın oldu. Bu portları da burada qeyd elədik. Bunlar da belə. Elə yoldaşlar, burada qeyd olunmaması haqqında məlumat da mən orada məlumat verdim deyə burada bir-bir üzərindən keçmirəm, yaxşı mı? Siz bunlara baxarsınız evdə. Təbii ki. Şin. Şin naqillər yığınıdır. Bir dənə bunu bilsəz sonuncu ifadəsinə görə tutaz biləcəksiniz məncə rahat olacaq. Yəni şinin işi bilirsiniz nədir? Bayaq da qeyd olundu. Naqillər. Yəni informasiyanı bir yerdən digər bir yerə ötürmək üçün istifadə olunur. Aydın oldu. Kompüterin beynindən digər qruplara gedir demək olar ki. Fərdi kompüterlərdə şinin 3 dənə standartı var. ISA, PCI, bir də EISA. Aydın oldu. 3 dənə. EISA, ISA, bir də PCI standartları. Yada salın, nə bunlar sual üçün mən soruşacağım sizdən hamısını. Şinlərin növləri də var. Verilənlər, ünvan və idarə şinləri. Verilən şinlər odur ki, prosesorla daxili və xarici qruplar arasında əlaqə yaradır. Ünvan odur ki, prosesorla RAM arasındadır. İdarə isə odur ki, digər qruplardan gələn siqnalları qəbul edib kompüterin beyninə ötürür. Prosesora. Bunu orada yanında saxlaya bilərsiniz. İdarə nə demək? İdarə edən olsa prosesorda demək olar ki. Belə. Növbəti kontroller. Kontroller nədir? Kontroller bilirsiniz nədir yoldaşlar? Xarici qrupları idarə edən mikrosxemdir. Yəni məsələn kənardan qrupu qoşmuruq, proyektor, printer və s. Onları kompüterinə əlaqələndirən mikrosxemdir. Bax, mikrosxem. Yadda saxlayın. İndi mən bu gecə qeydlər göndərəcəm bununla bağlı sizə. Chipseti bayaq dedik. O şimal-cənub çörpü. O buydu. Bölünürdü elə bir ki orada. Ana plato üzərindəki qrupları eləyir, əlaqələndirir. Sonra adapter. Bu bildiyimiz adapterdir. Adapter və sayğac. Bu burada var. Adapter yoldaşlar siqnalların keçisini təmin edir. Bir tezlikdən digər tezliyə. Sayğac isə vaxtı, timerdə, yəni zamanı göstərir. Kompüter resursları ilə vaxt ləngiməsi və ölçünü təmin edən bir vasitədir ayrıca. Bu da belə. Növbəti klaviatura qaldı. Klaviatura nədir? İnformasiyanı daxil edən qrupu məlum məsələdir. Nə deyirlər? Klaviatura düymələri 5 qrupa bölünür. Hərf rəqəm düymələri, funksional düymələri. Hərf rəqəm hansılardır? Bildiyimiz hərflər, rəqəmlər. Funksional F1-dən F12-yə qədər ola bilər. Hətta bəziləri haqqında burada müəyyən bir şeylər də verilir. F1 kömək pəncərəsi, F2 adlandırmadır, rename, F3 axtarışdır. F4 demək olar tək istifadə olunmur. Alt F4 olsa pəncərəni exit bağlayır, close isə sənədi bağlamaq üstündür. Bunları ümumiyyətlə mən sizə bir söz deyim. Mən bu klaviatura düymələri yoldaşlar. Dərsdə burada göstərmirəm hal-hazırda. Niyə? Çünki biz bunları Word-də də deyəcəyik. MS Word 2019-da. Yəni orada bir ayrıca dərsimiz olacaq. Mən bunların hamısını orada bir-bir sizə daha doğrusu aşağıdakıları Word-də deyəcəyik. Bu F1-dən F5-ə qədər isə Windows dərsində deyəcəyik. Orada mən ətraflı məlumat verəcəm sizə. Yəni praktiki də göstərəcəm. Ona görə burada bunlar haqqında məlumat vermirik. Sadəcə yadda saxlayarsınız. Və kompüterləri tətbiq edib yoxlaya bilərsiniz təbii ki. Kursor idarə edən düymələr, ox işarələri və bir də bunlardır dediklərimiz. Çünki ona burada vaxt satmırdı. Ona görə tətbiq edə bilmirik. Bildiniz nə demək istəyirəm? Xüsusi düymələr var. Bunlar hansıdır? Caps Lock, Enter, Escape, Backspace, Delete. Bunlar hamısı xüsusi düymələrdir ki, müəyyən bir işlər yerinə yetirir. Sonra Insert var, Space, Numlock, Print Screen, Shift Print Screen, Alt Print Screen, Tab. Bunlar hamısı əlavə olaraq istifadə olunan kombinasiya var. Düzdür, bunların hamısının nə işə yaradığını biz əslində deməliyik sizə ki, deyəcəyik də onsuz. Amma bu dərsdə yəni hamısını deyə bilmirik, yaxşı mı? Çünki bunların hamısını biz əgər indi desək, onda biz sayı sistemi suallarına baxa bilməyəcəyik. Əlavə düymələr də var yoldaşlar. Bura
Əlavə düymələrə power, bildiyimiz power, sleep və wake düymələrində misal göstərmək olar. Yadda saxlayın. İndi testdə mən yenə bir neçə suallar göstərmək istəyirəm sizə. Məsələn, 71. Yazın görək cavabları. 71. A variantı tap tezliyi müəllim. Aha, cavabları yazın dedim. Şifahi dediniz daha eyb yox. Bəli. Üzrü sayın, suala görən kimi cavab verdim. Yox, problem deyil. Problem deyil. 79. Yazın yoldaşlar. Cavabları yazsanız daha yaxşı olar. Yazdıq müəllim, düzdür. Qoy baxım deyəcəm yoldaşlar. Bəli, doğrudur. Əməli yaddaşı müraciəti. Bayaq gördünüz də, CPU-dan RAM-a müraciəti sürətləndirmək üçündür. Sonra 80-ci sualda yazaq. 80-ci sual. CHZ mənim C. GHz. Hə, C variantıdır yəni cavab. Bəli. Sürət hızı ilə ondan tapdım mən. Belə bilmirdim. Yəni bayaq onu deyəndə yadımda deyildi. GHz doğrudur. Növbəti. Funksiyonel düymə hansı ola bilər 83? F11. Kontrol. C variantı. F11. F11. Tamamilə doğrudur. Bu da belə. Sonra 100-cü sual. 100-ə baxın yoldaşlar bir dənə. Adapter yoxsa? Adapter olmalıdır elə müəllim yoxsa? Bəli, ən son dediyimiz yoldaşlar. Siqnalların keçişini təmin edən adapter idi. Bəli. Bax, burada da qeyd olunmuşdu əvvəldən. Adapter. Siqnalların keçişini deməli buradaydı ben. Bu da belə. Növbəti. Burada səhv eləmirəmsə, bir dənə monitor növləri qaldı. Monitor haqqında məlumat. Deməli yoldaşlar, monitor nədir? Əsas xaric etmə çıxış qurğusudur və təbii ki, informasiyanı vizual şəkildə əks etdirir. Məlum məsələdir. Monitorun əsas xüsusiyyətindən biri də diaqonal ölçüsüdür. Monitorun diaqonal ölçüsü ilə ölçülür? Düyümlə. Bir düyüm 2,54 cm-dir. Yadda saxlayın. Bir də ekran pikselinin qiyməti var. Piksel yoldaşlar nədir? Monitorun ekranda görüntü biz nəyin hesabını alırıq? Təbii ki, o piksellərin hesabını. Yazıb ekrandakı nöqtənin minimal ölçüsünü göstərir. Bu ölçü nə qədər kiçik olarsa, təsvir bir o qədər aydın görsənir. Yadda saxlayın. Piksellərdə miqyaslama aparanda var, ha. Keyfiyyət bir o qədər də yaxşı olmur. Solğun görsənir də şəkil. Adi öz şəkillərimizi göstərək. Bildiniz nə demək istəyirəm? Orada da elə olur. Seriyalı qabiliyyəti video rejim monitorda əks olunan nöqtələrin sayıdır. Deyə yoldaşlar, bu da var. Məsələn, 640x480. Pikseldə bunlar. Bunlara piksel dedik, piksel sayıları. Bildiniz. Sonra monitorların növləri var. Onların adlarını bilsəz amma bəs hansılardır? Elektron şüaborlu, LCD, bir də plazma monitorlar. Ya bunların adlarını bilsəz bəs. Bunlarla bağlı yəni elə ciddi bir məlumat düşməyə ehtiyac yoxdur. Düzdür, burada yazılıb amma ehtiyac yoxdur. Hətta yadda saxlayın LED monitorlar da var. Hətta bunlara OLED deyirlər çox vaxt. Şeydə də olur. Bu satışlarda da var yoldaşlar. Ümumiyyətlə müasir dövrdə o LED monitorların şeyləri daha çoxdur. Nədir? Satış məqsədi olanları. 2.5 bura qədər baxacağız. Belə. İndi 2.6 ilə 7-ni inşallah gələn dəfə keçəcəyik. İndi yoldaşlar, bu say sistemlə bağlı yenə çatdıra bilməyəcəyik. Amma nə qədər də olsa baxaq da. Sualları yazın görək say sistemlə bağlı. Ona da biraz baxaq.
Səhv eləmirəmsə 200-ə qədər baxmışsın. Düzdürmü? Hə? Bəli, mənim 200-ə qədər baxdıq, 200-dən sonrası qaldı. İndi yoldaşlar 220-yə qədər olanları yazın. Kimin sualı varsa 220-yə qədər. Gəlin də yenə sayı sistemini izah edəcək. Yoksa çatdırmayacaq bu gün. 220-yə qədər kimin sualı varsa yazsın mesaj bölməsin. Müəllim, bir şey soruşmaq istəyirəm. Bu material həm kağız formatında, həm elektron şəkildə təqdim olunur da tələbələrə, yoxsa dərs var? Yox, əslində onlayn qoşulan tələbələr, yəni yaxınlaşıq kursdan kitabı əldə edə bilərlər. Mən İndi sabah bəli, götürəcəm. mən elektron versiyanı hələ ki atmışam. Yəni kimlər ki hələ ki əldə eləməyib, indi olur da bu 1-2 dərs belə aydın oldu. Aydın. Deməli davam eləyək. Görək 220-yə qədər nələr var. Bu hesablama mövzu elə bir şeydir ki, 212, 202. 202-də görək nə var. Yoldaşlar, bunun asan yolu var. Asan yolu nədir? Deməli, aşağıdakı ədədlərdən hansı ən böyükdür deyir. Yadda saxlayın, əvvəlində birlərin sayı olan böyük olur. Birlərin sayı çox olan Y variantı. Mesela A variantında ilk 3 rəqəminə görə baxsınız tutacaqsınız. İlk 3 rəqəminə görə baxsınız başa düşəcəksiniz söhbəti nədən gedir. Aydın oldu. Ona görə doğru cavab olur Y variantı. Yəni asan yolu budur, ən asan yolu. Ən ideal yolu budur. Aydın oldu. Bəli. Müəllim, Müəllim, sual verə bilərəm? Bəli. Buyurun. Kimin sualı var idi? Mənim sualım vardı mənim. O birlər nəyə görədir? Yəni isbatı falan var onun, yoxsa mən elə düşünürəm ki, qalıq məsələsinə görədir, yoxsa yox. Necə yəni? Əvvəlində, yox, qalıq söhbət deyil. O bizimlə söhbətdir. Biz bunu onluğa çevirəndə onun say sistemi günləri istifadə etdiyimizdə 0, 1, 2, 3, 4, 5, Hə, 6, 7. çatdı. Bu üstü qüvvət böyük olanda böyük olur axı ədəd. Tuta Eynən, bildiniz? eynən. Hə, bildim. Yəni nə qədər sıfır üstü azdırsa o qədər yəni Bəli. böyük. Hə, Bəli. okey. 212-yə qədər mən görmədim. Varsa deyərsiniz. 212. Dəqiqə. Müəllim, bir şey soruşum. Siz demək 200-ə qədər gəlmisiniz də test. 1-dən 200-ə qədər işlənilib. Yox, yox, 1-dən 200-ə qədər yox. 1-dən 80-ə qədər, bir də 160-dan 200-ə qədər. 161-dən. Arada 81, 160 aralığı qalıb. 1-dən 80-ə, bir də 160, aydın. 161-dən 267, amma hələ ki bitirə bilmirik nəcəbsə. Say sistemi elə bir mövzudur ki, biraz müəyyən çətinlik olur. Yoldaşlar, bu sualı onsuz da bu günə bitirə bilməyəcəyik. Deməli, bu sualı 1-0, 1-0 üstə gələk 1-1-1 0-ın üstünə 1-1 İkilikdə toplama apara bilər ya. İndi o yolu izah edirəm mən sizə. Düzdür deməmişik, amma elə bir yol var. Daha doğrusu 1. 0-ın üstünə 1 gələn 1. İndeksi 2 olur. 1-in üstünə 1 gələndə 2 eləyir. Mən buraya 2 yaza bilərəm sizcə. İkili say sistemi 2 olmaz axı. Deməli, yaza bilmərəm. Ona görə mən nə edəcəm? 1-in üstünə 1 dedi 2-dir. 2-ni, yəni alınan cəmi indeksə bölürəm, yəni say sistemin əsasına. Düşür bir dəfə. Qalıq nə qalır? 0. Qalığı həmişə buraya yazıram. Yəni aşağıya da yazılan yerə. Amma tamı yadda saxlayıram. Sonra 0-ın üstünə 1 gələndə 1. Amma 1 də yaddaydı. Oldu 2. Yenə 2-ni 2-yə bölürəm. Yenə qalığı yazıram. Yenə tamı yadda saxlayıram.
1, yəni ən qabaqdakı 1. 1 də burada yadda qalıb. Oldu yenə 2. 2-ni 2-yə bölürəm. 1, 0. Yenə bu 0 yazıram. 1 yadda. O yadda qalan 1 də hara gələcək? Ən qabağa. Niyə? Hesablama bitibdi artıq. Söz cavab budur. Bəbənd. Yəni belə bir hesablama apara bilərik. Müəllim, Bəli. bəs burada ikilikləri onluğa çevirib, onluqları O da toplayıb, olar. sonra Biləm nə deyəsiniz, o da olar, bəli. O zaman vaxt aparır deyə. Mən o yolu izah eləmədim, ona görə yollasın. Yəni bunları ayrı-ayrı onluğa çevirib. Onluğa çevirmə qaydasını bilirsiniz yəqin ki. 0, 1, 2, 3. 0, 1, 2. Hər birinin onluğu, aşağısı sıfır olanları silin burada. 1 vur 2 üstü 3. 1 vur 2 üstü 1. Bu elədi 8, 2, 10. Bu birisində 1 vur 2 üstü 2. 1 vur 2 üstü 1. 1 vur 2 üstü 0. Bu da elədi 7. 10 üstə gəl 7 elədi 17. 17 onluq sayı sistemindədir. Düzdür yoldaşlar. İndi 17-ni onluqdan 2-yə çevirəcəksiniz. Ki orada da ya 2-yə bölə gedin. Ya da ki 2-nin qüvvətləri kimi yaza bilərik. 2 üstü 4-dən 2 üstü 0. İndi ən böyük qüvvətdən ən kiçiyə doğru gedirəm. 2 üstü 4 var 1'dir. 3 yoxdur, 2 yoxdur, 1 yoxdur, bir də 2 üstü 0 var. Yenə eyni nəticəni aldıq. Belə də olar. Yəni bu yolla da əldə eləmək olar, o yolla da əldə eləmək olar. Bir də hesablama elə bir şeydir ki, yəni alternativ yollardan istifadə eləmək olur hər zaman. Bu dərsə niyə çıxdılar bunlar görürsən? Niyə qoşulmurlar? Onluğa çevirib hesablayırıq. O da olar, bəli, onluğa çevirib hesablayırıq. Daha asan yolu müəllim odur, yoxsa yox, daha ondan da asan yolu var. Yəni məncə onluğa çevirib, sonra təzədən də onu onluqdan 2-yə çevirmək olar da. Olar, amma asan yolu mən birinci dediyim yoluydu. Məncə. İndi yenə də yoldaşlar, siz hansını daha rahat öyrənə bilirsiniz, onu öyrənin. Mən elə məsləhət görürəm. Tezlik baxımından da, yəni öyrənmək yox, amma imtahan vaxtında o həyəcan falan filan, yəni ona görə Mən daha də elə sürətli düşünürəm. hesablamaq. Bəli. Ona görə elə bir yolu bilib getmək daha yaxşıdır. Ona görə onluğa çevirib sonra Ən optimal variant da belə ən deyirlər. optimal odur. Onluğa çevirib sonra digərlərinə çevirin. Növbəti 211. 100, 2-dən sonra 1 və 200. Hə, elə yazmışam. Düzdür, sildim getdi. Yoxsa silmədim, qocanı silmişəm. Hə, 1 vur 2 üstü 2, 1 vur 2 üstü 1. Mən biraz xəttim yaxşı deyil. 1 vur 2 üstü 0, bəli, belə yazmışam. Aha. O görə sual varmı kimləsə? Görüm. 213. Yoldaşlar 2 üstü 23 var. Bu 1'dir. Mən onluqdan 2'yə çevirmənin asan yolu budur. Üstü qüvvətlərlə baxmaq. 2 üstü 22 yoxdur. 2 üstü 21 yoxdur. 2 üstü 20 yoxdur. 19 yoxdur. 18 yoxdur. Bu hara qədər gedir? 2 üstü 0'a qədər. Heç biri yoxdur. Deməli bir dənə 1 üstü qüvvət qədər 0 olur. Hər zaman. Hər zaman. Bir dənə 1 üstü qüvvət qədər 0 olur. Çünki 222-dən 2 üstü 0'a qədər 23 dənə qüvvət var da. Bildiniz? Bir dənə 1, 23 dənə 0. İndi bizə nə istəyir? Sıfırların sayı, birlərin sayını neçə dəfə? Dəfə deyirsə 23. Mən başa düşmədim, bunu bir də izah edə bilərsiniz zəhmət olmasa. Onluqdan 2'liyə çevir. Mən bayaq 17 necə yazdım? Onluqdan 2-dən onluğa keçdiniz də, yoxsa? Yox, onluqdan 2'liyə çevirəndə necə yazdım asan yolu? 1 vurulsun 2 üstü necə, yoxsa? Yox. Belə yazdım axı. 2 üstü 4 üstə gəl 2 üstü 0. Mən onu hardan aldım? 7-ni 2-yə böldünüz, 0 aldınız, yox? Yo. Ondan üstə bir gəlirsiniz. Yoldaşlar, mən bu yolu sizə qüvvət üsulunu demişəm. 17'ni ikili sayı sisteminə keçirəm deyə 2'nin qüvvətlərinin cəmi şəkildə yazıram. Bu 17 olmaya da bilər, 27 də ola bilər. 27 necə yaza bilərəm?
2 üstü 4, 2 2 üstü 3. üstü 4 üstü 3 belə. Sonra bu neçə elədi? 24. 27 olması üçün 3 satışmıdır. 2 üstü 1, 2 üstü 0. İstənilən ədədi yaza bilərsiniz. Məsələn, 50, tutaq ki, yazıram 59. Necə yaza bilərəm? 2 üstü 5, 2 2 üstü üstü 4. 5 plus 2 Elədi üstü 4. 48. 11 Bəli. satışmır. 11-i necə yaza bilərəm? 2 Deməli, üstü 2 üstü 2, 2 üstü 3. 1, 2 üstü 0. İndi olan qüvvətlər biri olmayanlar sıfırdır, o qayda baxırsınız. Yəni, indi burada da Necə bir dənə müəllim? 200, Çatmadı yenə də. Olan qüvvətlər 0, olmayanlar 1-dir. bəli. Amma biz sizin yerə baxırıq. Asan yolu. 2 üstü 4, 17 necə yazdım? 2 üstü 4, 2 üstü 2 0. üstü 4 varsa bu 1'dir. 2 üstü 4'ten 2 üstü 0'a kadar qüvvətlər yoxdur axı. Yəni 17-nin içində 2 üstü 4 varsa 1-dir. Yox, bax. Problem bilirsiniz nədir? Onluqdan 2-yə çevirməni orada tam başa düşməmişsiniz qüvvət üsuluyla. Bax. 17, 2 üstü 4 ilə 2 üstü 0 düzdür. 2 üstü 4 var, bu 1'dir. 2 üstü 4'ten 0'a kadar 2 üstü 3 yoxdur. 2 üstü 2 yoxdur, 2 üstü 1 yoxdur. Deməli, bunlar üstü də 0'dir. 2 üstü 0'ın özü var deyə 1'dir. Bu söhbət budur. İndi biz bunu onluğa çevirəndə Müəllim, o 16-lıqdan keçmək istəyirəm. 8, 4, 2, 1 olanlara 1 olmayanlara 0 yazdırdıq o tema. İndi çatdı. yox, bunu onluğa çevirəndə biz nə edirik? Bu 1, 0, 0, 1'i. Üstünə 0, 1, 2 yox. Ha, da 1, 2, 3. İndi fikir verin. 3, 2, 1, 0 deyil. Bax. Bunu biz siz əzbərləmişsiniz deyə yoldaşlar. Mahiyyətini tutmamışsınız. Mahiyyət budur bax. Deməli aşağısı 1 olanlar var ha. Onlar elə istifadə olunan qüvvətlərdir də. Tuta bildiniz indi məntiqini. Qüvvəti 3, 2, 1 olanların aşağısı 0 olduğu üçün onlar gediblər. Ay sağ ol. Yerdə qalıb 1 üstü, o 2 üstü 4, bir də ki Bəli. o 0 qaldığı üçün onları yazırıq, hesablayırıq. Bəli. Da artıq 0 olanları ixtisar edib getmişik də. Bəli. Yəni üstün, aha, aydın oldu. Yəni bunun aşağısı 0-dır da yoldaşlar. Biz bunu belə hesablamırıq normalda. Mən bunu niyə hesablayayım ki? Bu niyə yazım ki? 0 vur 2 üstü 0 eləyir də onsuz da. Deməli o olmayan qüvvət həqiqətən də 0 imiş də. Tuta bildiniz? O olmayan qüvvət həqiqətən 0-dır. Çünki bu deməkdir bunun açıqlaması. Bildiniz? Önəm sal. İndi burada da necə? Bir şey deyə bilərəm. Bəli, əlbəttə. Burada biz 17-ni parçaladıq da, yəni ki, 2 üstü qüvvətin toplamaları kimi yazdıq da, dəmi kimi yazdıq. 2 üstü 23 dəmi kimi yazmırıq axı. 2 üstü 23 orada vururuq axı biz. Yo, indi qulaq asın. Bəs 2 üstü 23-ü hazır bir dənə qüvvət kimi verib də. Məsələn 16, indi qulaq asın. 16-nı məsələn mən deyirəm ki, 2 üstü 4 ədədinin ikili sayı sistemi yazılışında sıfırların sayı birlərin sayı nə qədər çoxdur. Eyni şeydə 2 üstü 4 var, bu 1'dir. Geridə qalan qüvvət deməli yoxdur, yoldaşlar. Burası 16 kiçik ədəd deyə 16 kimi yazılır da, bunun qüvvət kimi verməyib. Nə fərqi var? İndi 223 milyonları keçir. O ədədi biz burada yazmırıq da. Bu olmayan qüvvət, geridə qalan qüvvətlərin hamısı sıfırdır da. Hə də 23-ə qədər 16 var, 8 var, Hə də. 4 var. Bildiniz? Yox, abimsi. Yoldaşlar, başa düşməniz əgin. Bax 2 üstü 4, 16 deyil. Mən bunu bu dəfə 16 kimi yazmıram da. Deyirəm ki, 2 üstü 4 ədədinin ikili sayı sistemi yazılışında sıfırların sayı birlərin sayı neçə dəfə çox. Yenə 2 üstü 4 var, bu 1'dir. Olmayan qüvvət 0'dır deməli. Bu normalda belə olur da. Bax, bir dənə baxın. Bunu onluğa çevirəndə nə edirik biz? Belə yazmırsınız. 0, 1, 2, 3, 4. Onsa burada bir dənə mahiyyətli olan bir şey var ki, o da budur, 16. Qalanların mahiyyəti yoxdur, 0'dır bunlar. Mən bunu niyə yazmışım? İndi tuta Yəni bildiniz. bir şey soruşum. Biz məsəl üçün necə bilək ki, məsələn indi siz orada yazdınız da, indi biz onun məntiqlə tapmalıyıq ki, 17 2 üstü 4 plus 2 üstü 0 kimi yazılır. Ona görə elə yazmalıyıq, yoxsa necə? Hadi yəni bax, ədədə görə, ədəddən asılıdır. Riyazi olaraq yəni başa düşməliyik ki, o elə yazılmalıdır da. Yəni 100%, təbii ki. Mən sizə bir söz deyim. Yəni bu gün siz sayı sisteminə çətinlik çəkirsinizsə, bu mən sizə demişdim. Bunun səbəbi riyaziyyatdır. 100 yox ha, milyon faiz səbəb budur yoldaşlar.
Milyon faiz. Bildiniz. Yani ben burada bilirsiniz yani bu var 2 üstü 23 qüvvətin bir dənəsini verib. Qalan heç bir qüvvət yoxdur. Deməli bu 1-dir, davamı 0-dır da. Heç bir qüvvət yoxdur axı. 2 üstü 22, 21, 20, 19, 18, 17 heç bir qüvvət yoxdur. Heç bir. Müəllim, onda bir sual da soruşum. Say Tutaq ki, sistemlərinə bir dənə sual düşürüyorlar. Aha, bəli. məsəl üçün də 19-u çevirəndə yazacağıq ki, məsəl üçün 2 üstü 4, üstə gəlsin 2 üstü 0, üstə gəlsin 2 üstü 0, üstə gəlsin 2 üstü 0 belə. Yo, 19'u belə yaza bilərik. 2 üstü 4, 16. Nə çatışmır? 3. 3'ü necə yaza bilərəm? 2 üstü 1-dən 2 üstü 0. Hə. Ya 3 dənə 2 üstü 0 da yazsaq, ya, Yo, ayrı yazmır o. O qüvvətin bir də hərəsindən bir dənə qüvvət istifadə edirsən. Hə, Ümumiyyətlə istənilən Anladım. ədədi bu formatda yaza bilirik. 2-nin qüvvəti kimi. Özü hərəsindən bir dənə olmalı. 2 dənə 3 dənə təkrarı yox. Hə, aydındır müəllim. Tamam. Yazma olur. Belə işlər. Ay, yoldaşlar çatdı yoxsa yox yenə? Yenə başa düşməz yoxsa? Hə? Bax siz bunu onluğa çevirəndə 0, 1, 2, 3 bunlar hamısı 0 olur da yoldaşlar. Bunu yazmağın bir mənası yoxdur axı. Bura gəlir bir dənə 220. Bura gəlir bir dənə 23 olur da. O da olacaq 1 vur 223. Bunun özü qalır da axırda 223 olur. Tuta bildiniz nə demək istəyirəm? Aydın oldu. Bura bir dənə 23 qalır ən sonda. Qalanların hamısı 0 olur. Hamısı. İndi məsələn mən başqa bir şey yazıram. Yazıram ki 2 üstü 18 üstə gəl 2 üstü 15 üstə gəl 2 üstü 6. İndi bunu deyirəm ki, onluqda verilib bu ifadə. Bunu ikiliyə çevirəndə sıfırların, birlərin sayını tapıb müəyyən edin. 2 üstü 18 var, 1. Bəs arada 17 yoxdur, 0. 16 yoxdur, 15 var. 14 yoxdur, 13, 12, 11, 19, 8, 7, 6 var, 5, 4, 3, 2, 1, 0. Budur da bəs bunu ikiliyə dədir. Bildiniz? İndi burada da üstü qüvvət qədər 0 bir dənə 1 o da elədi dəfə olaraq 23. Hə, desəydi dəfə yox, neçə vahid desə, vahid nə deməkdir? Bir dənə fərq kimi baxacaqız, 22 olacaq onda. Aydın oldu. Bunun kitabda bir qaydası var. Qayda nədir? 2 üstü n ədədinin ikili sayı sistemində yazılışında n dənə 0 olur, bir dənə 1 olur. Bu hər zaman keçərlidir. Hər zaman. 404 found. Ölsün. İndi bilirsiniz, yəni məsələ nə deyirlərsə, mən çalışıram ki, sizə izahını göstərim, deyim. Amma biraz izaha da baxmaq lazımdır. Nə bilim, biraz Yox, mənim sizin izahınızda problem yoxdur. Mənim biraz başım getdi ona görə. Yəni normalda çox primitiv bir misaldır, prosto. bu dəqiqə yəni o yoxdur elə bir ki, baş yerində yoxdur. Ola bilər. Naqilləri ayırıblar elə bil. Ola bilər. O hərdən məndə də olur elə bir şey. Çalışıram üstəsindən gəlim. Yoldaşlar, say sistemi ilə bağlı kimin ümumiyyətlə məsələn 1-2 dənə sualı varsa, 1-2 dənə sualı, onu ya müzakirə qrupu açmırsınız. Kimlər daha yaxşı bilirsə orada izah eləsin. Yox, bilmirsə mənə şəxsi də atsın, mən izah eləyim. 1-2 dənə sual olanlar. Çünki mən belə baxıram ki, biz elə dekabr ayına ancaq bunun izahlarını bitirəcəyik. Çünki bu alınmır. Yəni hər dəfə belə biz biraz çatdırma olmur. Ya da ki inşallah əlavə dərs təyin edirik, əlavə dərsə baxa bilərik. Biraz vaxt olaraq təyin etmək olur. Yox, qüvvətə görə deyil. O qüvvəti mən buna görə atmamışam ki. Bunu izahın başa düşməliydik. Yəni mən burada yenə də izah edeyim. Bu mahiyyət olaraq başa düşmək lazımdır. Mən Burada P çıxılsın 1-də mənim buna görə deyil o qüvvət. Burada yoldaşlar P-ni yerinə məsələn bir dənə 8 qoyaq. Əsası 8 olan sayı sistemi ilə böyük rəqəm nə olacaq? 8 P çıx 1. A variant.
Bu istənilən bir sayı sistemi qoyun görəcəksiniz. Yəni, bu asan sualdır məncə bu. Sonra nəyi yazmamışsınız başqa? Mesajlar biraz çox oldu, görə bilmədim mən. 14-dən sonra 18 gəlir. 15 də var, 15, 18. Yoldaşlar, indeksinə x olan bütün sualları onluğa çevirmək lazımdır. Tənlik sistemi ilə. Başqa yolu yoxdur. Yox, 220-yə qədər baxacağıq. Deməli, 3 vurulsun, onluq sayı sisteminə çevirmə nədir? 3 vur x üstü 1, 4 vur x üstü 0, bərabərdir 25. İndi bu elədir 3x, x üstü 0, 1'dir. 4'ü 1'e 4, bərabərdir 25. Üstü qüvvə 0 onda 1 olur, yadda saxlayın. 3x 21'dirsə, x olacaq 7. A variant. Ya bu tipli sualları tənliyin əllidir. Mən də yenə deyirəm, indeksinə x gördürsə, onluğa çevirməlisiniz. Tənliyin əlli olunmalıdır. Yadda saxlayın. Əgər sayı sistemlə bağlı kimlərdə vəziyyət yaxşıdırsa, bəli, mən sizə biraz orta səviyyəli suallar göndərə bilərəm. Babat suallar var. Burada Burada yazarıq da. Bir dənə söz soruşa bilərəm. Burada əgər x 25'in indeksində olsaydı, 0-1'i 25'in üzərində. Ona çevirəcəydik. Bəli, hamısı, nə varsa hamısı, ancaq onluğa. Yox, yəni 34'ün altında x değil də 25'in indeksində x olsaydı, onda 25'i biz tənlik formasına Ha, tabii ki də 2 vurulsun x üstü 1, 5 vur x üstü 0, bərabər 34. Əgər elə olsaydı, elə olacaqdı. Hə, tamam, başa düşdüm. Bəli, bu sualları yenidən işləməlisiniz. Nə diyorlar? Mən belə görürəm ki, yəni bilsiz sayı sistemi nötr deyim sizə. Bunları yenidən işləməlisiniz. Bu sual, mən sizə bir söz deyim. Bu sualların çətinliyi seçirsinizsə, yəni elə bu suallar esinədir sayı sistemində. Mən bu sualların sayı sistemi gözümlə baxmıram heç. Heç, yəni 2 üstə gəl 5. Təbii ki, mənim indi o təcrübələr əsaslanır, mənə görə elədir. Çünki elə suallar var ki, yəni hoqqadır da konkret. 218. 218-i yollarsa, necə yaza bilərik? Deməli, ya tənliyi onluğa çevirə, bayaq dediyimiz kimi. 2 yazıram, 0, 1. Yox, burada bir dənə asan yol var yollarsa. Ya onluğa çevirə biləriz, ya da bir sizə asan yol nədir bu suala görə. Aşağıları var ha, indeksləri. Bunları gəlinisə eləyək. X-8, X-14, üstə gəl, arada üstə gəl vardı. Bərabərdir 10'a. Aşağı indekslərini bərabərləşdirirəm. Bildiniz? Ya bu burada kəsərlidir. İndekslərini bərabərləşdirirəm. Bununla da əldə eləmiyorlar. 2x çıx 22 bərabərdir 10. X də bərabərdir 16. X 16. Aydındır. Ya belə tapa bilərik. Ya bəyaz kimi tənliyə çevirəcəyik yenə. Ola bilər. Ya tənliyə çevirir ya da belə. Bu amma ən asan yolu budur. İndi x 16 tapdım yollarsa. Bu 23 yazılı. Bunun indeks 16 yazırsınız. Onluğa çevirəcəyiz. Olacaq 2 vur 16 üstü 1. 3 vur 16 üstü 0. Bu da elədi 32. Bu da 3, 35. Bəli, belə daha rahat oldu. Bu daha qısadır. İndekslərin bir-birinə bərabər. Bu kəsərli də özü demək olar çox hallarda. Belə suallara görə. İndi yoldaşlar, mən sizə bir sual verim. Sizcə 219'un cavabı nə olacaq? Bayaq da belə bir sual vardı. $219'un cavabı. Müəllim, mən də B yazmışam. variantı. 16. Bayaq dedik də yoldaşlar. İndi bilirəm, evdə səhv yaza bilərsiniz. Amma heç olmasa burada bildiniz. Bəli, üstü qüvvət qədər 16 dənə 0 var, bir dənə də 1 var. Müəllim, Hı -hı.
Bəs orada tutaq ki, biz bildik ki, orada ikilik say sistemində yazılışında 16 dəfə çoxdur da. Başqa Bəs say tutaq sistem ki, versən 16 olacaq. aha 16-lıq say sistemdə çünki 228-də elə bir sual var. Onu Bəli, var elə da bir sual. O sualı da izah edəcəm. Bəs yaxşı 220-də yoldaşlar. 21. 21, Yox, Deməli 20. 20 Vahid. 20. 21 vay yoldaşlar vahiddir ha burada. Vahid deyir. Vahiddə 20. 20 deyir. Bildiniz? Bəli.